Ramazan ayının gəlişi münasibətilə İmam Zaman adına Xilas Fondu növbəti xeyriyyə təşəbbüsünü həyata keçirərək daha bir sosial cəhətdən həssas ailəyə dəstək göstərib. Bu dəfə fond Marneuli şəhərində yaşayan fiziki məhdudiyyətli qardaşı və 2 az yaşlı övladı olan tək anaya yardım göstərib. Ailənin maddi vəziyyəti və gəlir imkanları nəzərə alınaraq fond onun evdə şirniyyat hazırlayaraq gündəlik xərclərini qarşılaya bilməsi üçün 5000 lar dəyərində müasir şirniyyat sobası hədiyyə edib. Fonddan verilən məlumata görə ailə kirayədə yaşayır və xanım illərdir evdə şirniyyat hazırlayaraq dolanışını təmin etməyə çalışır. Onun işini genişləndirmək və maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə ailənin arzusu nəzərə alınaraq bu avadanlıq təmin edilib. Fond dəstək olan hər kəsə üzvlərinə dərin təşəkkürünü bildirib. Həmişə olduğu kimi İmam Zaman Xilas Fondu tərəfindən bir xanıma və 2 az yaşlı uşaqları var, bir də fiziki qüsurlu qardaşı var və bunlara Xilas Fondu tərəfindən şirniyyat bişirmələri üçün heç hədiyyə edilənildi ki, ta gələcəkdə öz ailələrini təmin edə bilsinlər. Xatırladaq ki, 2024-cü ilin aprel ayında təsis olunan İmam Zaman adına Xilas Fondu fəaliyyətə başladığı gündən az təminatlı ailələrin məşğulluq və gəlir imkanlarını artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Fonda üzv olmaq və xeyriyyə fəaliyyətlərinə dəstək göstərmək istəyənlər 568 00 00 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.